Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qavli. Əziz qardaşlar, əziz müsəlmanlar, Allahın izni ilə bugün biz deməli fiqh kitabından olan oruc fəslinin sonuncu dərsini götürəcəyik. Allah Teala hər birimiz üçün faydalı etsin, xeyirli etsin. Deməli, müəllif, Allah ona rəhmət etsin, oruc fəslinin sonuncu mövzusunda buyurur ki, orucu pozan şeylər bu barədə danışır. Deməli, mövzu özü qısadır, uzun deyil. Və burada müəllif, deməli, orucu pozan şeylər barəsində iki qismə bölüb. Birinci odur ki, orucu pozan şeylər hansılardır? Yəni, orucu pozub, həm qəzanın gərəkdirən halları var. Yəni, birinci odur ki, orucu pozan şey və qəza olunmasını gərəkdirən hal. Bu birinci qismdir. İkinci qism isə orucu pozan qəza olması ilə yanaşı, həm də kəffarənin olmasını gərəkdirir. Yəni, birinci qismlə ikinci qismin arasındakı fərq nədir? Birinci qism odur ki, oruc pozulduğu halda yalnız oruc pozulan halda qəza olunur, qəza edilir. Amma ikinci qismdə isə oruc pozulduğu halda qəza ilə bərabər kəffarənin olması da gərəkir. Müəllif buyurur ki, birinci orucu pozan hallardan, yəni qəzanı gərəkdirən hallardan danışır. Birinci qismdə ən birinci yemək və içməyin bilərəkdən, qəsdən, oruclu halda yəni yeyib və içmək orucu pozan hallardandır. Əgər bir insan oruclu halda Ramazan ayının gündüzü bilərək yeyib içərsə, o zaman onun orucu pozulur. İkinci buyurur ki, orucu pozan hallardan insanın qəsli halda bilərək özünü qusturmasıdır. Qusması insanın orucunu pozur. Yəni bilə-bilə qusması. İkinci hal qadınlarda baş verən adət halıdır, xəstəliyi, yəni heyz halı və nifas halıdır. Və bu iki hal da orucu pozan hallardandır. Müəllif qeyd edir ki, orucu pozan hallardan deməli, məninin xaric olması. Burada cima vasitəsilə yox, cima yolu ilə yox. Yəni, yəqin ki, hər kəsə aydındır. Məninin ixrac olması, xaric olması, yəni hansı səbəblə? Burada müəllif qeyd edir ki, cima yolu ilə deyil. Yəni, insan öz zövcəsini yəni öpdüyü təqdirdə və s. kimi hallar baş verdiyi təqdirdə məni xaric olarsa artıq deməli orucun pozulması baş verir. Amma müəllif qeyd edir ki, deməli ihtilam halda isə, ihtilam nədir? Yəni insanın yuxuda olarkən yəni məninin xaric olması qadın və kişidə da, yəni oğlan və qızda o zaman oruc pozulmur. Bu halda oruc batil olmur, pozulmur. Deməli, sonra müəllif ikinci qismi qeyd edir. Orucu pozan hallardan ikinci qismi həm qəzanın olmasını gərəkdirir, həm də kəffarənin olmasını gərəkdirir və bu da ancaq cimanın baş verdiyi halda oruc pozulur. Həm qəza olur, həm də ki, kəffarə baş verir. Deməli, bu barədə müəllif ən birinci olaraq deməli, qeyd edir ki, yemək və içmək bilərəkdən baş verərsə, oruc pozulur. Ancaq insan oruclu olduğu halda, unutqanlıqdan dolayı, əgər yemək yeyərsə və ya su içərsə, o zaman onun orucu səhihdir, orucu pozulmur və onun həmin günü, yəni oruclu olduğu halda, yemək yeyib və su içdiyi halda bilməyərəkdən, qəsli olmayaraqdan, unutqanlıqdan dolayı baş verərsə, o zaman həmin şəxsin üzərinə oruc tutmaq düşmür. Nə üçün? Bu barədə Əbu Hureyranın, Allah ona razı olsun, rəvayət etdiyi hədisi gətirir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, bu hədisdə mən nəsiyə və huvə saimun fəəkələ əv şəribə fəlyutimmə savməhu fəinnəmə ət'aməhu Allah və səqahu. Deməli,
Bu rəvayətdə Rasulullah buyurur ki, kim oruclu olduğu halda unudaraq yeyərsə və ya içərsə, qoy o orucunu tamamlasın. Çünki onu yedizdirən də, içizdirən də yalnız Allahdır. Yəni, onun yeməsində, içməsində, yəni, yalnız Allahın vasitəsiliyi baş veribdir da, bu şəkildə qeyd olunur. Yəni, فَاِنَّمَا أَطْعَمَهُ اللّٰهُ وَسَقَّاهُ. Yəni, onu ancaq Allah və onu Allah yedizdirmiş və içizdirmişdir. Deməli, bu hədisi müəllif qeyd edir ki, yəni, kim oruclu olduğu halda, yəni, unudaraq yeyib içərsə, artıq qoy o orucunu tamamlasın və onu ancaq Allah yedirmişdir və içirmişdir. Deməli, burada qeyd edir ki, müəllif, yəni daha doğrusu alimlər qeyd edir ki, yəni unutqanlıq insanın təbiətində olan fitri bir haldır. Unutqanlıq halı, yəni insanın təbiətində, yəni yaradılış halıdır, fitri bir haldır. Və Allah Teala da öz qullarını yaxşı tanıyır və öz qullarının halından xəbərdardır və onları yaxşı bilir. Və o baxımdan müəllif, daha doğrusu alimlər qeyd edir ki, Allah qullarının taqətindən artıq bir şeylə, Allah Teala qullarının taqətindən gücü çatmayacaq artıq bir şeylə yükləməz. Və bu da onun lütfündəndir, onun rəhmətindəndir. Və bu hədis onu göstərir ki, kim oruclu halda, əgər bilməyərək, unutqanlıqdan dolayı yeyib içərsə, deməli, o orucunu saxlamalıdır, orucunu pozmamalıdır. Çünki bu barədə də bəzən sual gəlir. Yəni, əgər insan unudaraq, bilməyərək yeyib içibsə, o zaman orucunu açmamalıdır, pozmamalıdır. Orucunu saxlamalıdır ta axıra qədər, iftar vaxtına qədər. Və həmin şəxsin üzərinə də buna görə heç bir qəza düşmür. Çünki bu əməl unudana yox, məhz Allaha nisbət olunmuşdur. Necə ki, hədisin şərhində qeyd olunur ki, yəni bu əməl ancaq deməli, Allaha nisbət olunmuşdur. Yəni, unudan şəxsə yox. Və o baxımdan da onu ancaq Allah yedizdirmişdir və Allah içizdirmişdir. Bu hal qəslə yeyib içməyin əksisidir. Fikir verin, bu hal, yəni insanın unutqanlıqdan dolayı yeməsi və içməsi, deməli, qəslə yeyib içməyin əksisidir. Yəni, bilərək yeyib içdikdə insanın üzərinə, deməli, kəffarə yox, yalnız bir gün qəza düşür. Əgər insan bilərəkdən yeyərsə, içərsə, Ramazan ayında, oruclu halda, o zaman onun üzərinə, deməli, kəffarə yox, bir gün qəza orucu düşür. Onu tutmalıdır. Və bu da Allah Teala'nın qulları üzərində olan məşəqqətin aradan qaldırılmasıdır və həmçinin asanlığın bəxş olunmasıdır ki, insan bilməyərəkdən əgər oruclu olan halda yeyib içərsə, yəni onun üçün insan qəza etmir. Yalnız insan bildiyi halda əgər oruclu olduğu halda yeyib içərsə, o zaman kəffarə yox, yalnız ona qəza düşür. Sonra müəllif qeyd edir, ikinci hal, orucu pozan hallardan. İkinci hal, deməli, insanın bilərəkdən qusması, qaytarması. Yəni, əgər insan bilərəkdən qaytararsa, o zaman həmin şəxsin üzərinə, deməli, müəllif qeyd edir ki, qəza düşür. Əgər insan bilməyərəkdən qusarsa, o zaman həmin şəxsin üzərinə qəza düşmür. Bu barədə, deməli, Əbu Hureyranın rəvayət etdiyi hədisi gətirir. Hədis bir neçə ləfsdədir. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir ləfsdə, mən zəra'əhu əl-qay'u fəleysə aleyhi qadaun və mən istəqa amdən fəlyəqdi. Başqa ləfsdə də eyni oxşar ləfsdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən zəra'əhu qay'un və huvə saimun fəleysə aleyhi qadaun və in istəqa fəlyəqdi. Deməli, bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim, yəni oruclu olduğu halda özündən asılı olmayaraq, yəni öz əlində olmayaraq qusarsa, qaytararsa, o zaman həmin şəxsin üzərinə qəza etmək düşmür. Lakin, əgər kim bilərəkdən, bilə-bilə qusarsa, o zaman həmin
günün qəzasını etməlidir. Həmin günün qəzasını etsin. Necə ki, hədisdə bildirilir ki, fəin istəqa fəlyaqdi. Əgər bilərəkdən qusarsa, qoy həmin günün qəzasını etsin. Deməli, bu hədis də onu göstərir ki, Allah subhanahu və teala öz əhkamlarını asanlaşdırmışdır qulları üzərində. Oruclu olan bir kimsə üçün qəsli olaraq yox, yəni bilərəkdən yox, insanın özündən asılı olmayan halda əgər ona qusmaq gələrsə, bu hal baş verərsə, o zaman həmin şəxsin deməli orucu pozulur. Həmin şəxs orucu üçün qəza tutmur və həmin şəxs orucunu davam edir və açmır. Ta iftar zamanına qədər, yəni orucu onun səhih hesab olunur. Və o gün üçündə artıq onun üzərinə heç bir qəza düşmür. Amma insan əgər bilərəkdən özü cəhd edərsə, özünü qusturmağa səy göstərərsə, o zaman həmin günün əvəzinə mütləq insanın oruç tutması yəni vacib olur. Çünki o bilərək bu əməli etməklə orucunu pozmuşdur. Və bu da bilərək və bilməyərək olan əməllərin arasındakı fərqin göstəricisidir. Əgər insan bilməyərək bir əməli edərsə, yəni o artıq onun üçün nə hesab olunur? Üzür hesab olunur. Şəriətin qoyduğu bir üzürdür. İnsanın özündən asılı olmayaraq bu hal baş verərsə, yəni artıq onun üçün deməli oruc pozulmur. Və onun üzərinə də artıq qəza düşmür. Yalnız insan bilərəkdən edərsə, o zaman onun üzərinə deməli həmin gün orucun tutulması vacib olur. Və bu hədisin isnadı da səhihdir və həmçinin müəllif qeyd edir ki, bütün alimlərin hamısı deməli bu məsələnin üzərində yeşil fikirdədirlər. Sonra müəllif üçüncü halı gətirir, insanın deməli orucunun pozulması halı və bu da qadınlarda adət halıdır ki, heyz və nifas halıdır və diqqət edin, burada bir məsələ var. Müəllif qeyd edir ki, gün batmazdan əvvəl, günəşin batmasından əvvəl, son dəqiqələr də olsa belə, əgər baş verərsə həmin hal, o zaman deyir, oruc pozulur. Və bu deyir, alimlərin bütün ittifaqı bunun üzərindədir. Yəni, alimlər bunun üzərində ittifaq etmişlər. Yəni, əgər bir insan oruc tutursa, deməli, qadın orucludursa, günəşin batmasına az qalmış, yəni axır dəqiqələr olsa belə, o zaman deyir, baş verərsə həmin hal, oruc pozulur. Və müəllif qeyd edir ki, alimlər bunun üzərində, yəni yeşil fikirdədirlər. Sonra müəllif dördüncü məsələni zikr edir. Qeyd edir ki, deməli, inzalul məni, məninin xaric olması, ixrac olması, məni hər kəsə aydındır, şəri termindir. Deməli, sonra müəllif qeyd edir ki, burada fi qeyril cimə, yəni cima vasitəsilə yox, cima olmadan, bir səbəbi təqbil-i zəvc, yəni zövcəni öpmək və digər vasitələr səbəbi ilə əgər məni ixrac olarsa, xaric olarsa, o zaman deməli, həmin şəxsin üzərinə bir gün orucun tutulması gərəkir. Qəza düşür həmin şəxsin üzərinə. Amma əl-ihtilam fəhvə qeyri məfsədətil-isam. Amma ihtilam olarsa, insan yuxuda, yəni artıq onun məni xaric olarsa, baş verərsə bu hal, o zaman oruc pozulmur. Bax, bu sual da gəlir. Yəni, insana yuxuda baş verərsə bu hal, o zaman oruc səhih hesab olunur, pozulmur. Sonra müəllif nəhayət sonuncu, daha doğrusu ikinci qismi gətirir ki, orucu batil edən, pozan hal həm qəzanı gərəkdirir, həm də kəffarəni gərəkdirir. Bu hal hansı haldır? Yalnız cima halıdır. Cima. Və bu barədə də müəllif Əbu Hureyranın rəvayət etdiyi hədisi gətirir. Hədisi həm Buxari, həm Muslim rəvayət etmişdir və digər hədis alimləri də rəvayət etmişdir. Allah hər birinə rəhmət eləsin. Deməli, Əbu Hureyra rəvayət edərək deyir ki, Cəə rəculun ilə nəbi sallallahu aleyhi və səlləmə fəqalə. Bir kişi deyir, Rasulullah sallallahu aleyhi və səlləmin, Peyğəmbər sallallahu aleyhi və səlləm yanına gələrək belə dedi. Hələktu ya Rasulallah, ey Allahın elçisi, mən həlak oldum. Rasulullah deyir ki, qalə və mə əhləkəkə, səni həlak edən nədir? Qalə vəqa'tu alə imraəti fi Ramazan. Mən Ramazan ayında, Ramazanın gündüzündə qadınımla, yəni zövcəmlə
Artıq başımıza belə bir iş gəldi. Yəni cima etdik. Qalə həl tecidu mə tu'tiqu raqabətən. Sən deməli bir köləni azad etməyi bacararsanmı? Yəni bir şəxsin azad olunmasını tapa bilərsənmi? Yəni kölənin azad olunmasını ona gücün çatarmı? Və bunun üçün sən azad etmək üçün bir şey tapa bilərsənmi? Yəni məqsəd nədir? Burada həm Buxaridən Müslimin ləfsində yüngül fərq var. Müslimdə gələn həl təciddir. Yəni sən deməli köləni azad etmək üçün bir şey tapa bilərsənmi? Buxaridə gələn isə sən bir kölə azad edə bilərsənmi? Ləfsi kimi gəlir. Deməli həmin şəxs deyir ki, qalə lə, xeyr, ya Rasulallah. Qalə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, fəhəl təstati'u ən təsumə şəhrəyni mütətəbi'in. O zaman sən deməli 2 ay ardıcıl olaraq, yəni dalbadal oruç tutmağı bacararsanmı? Həmin şəxs deyir ki, qalə lə, xeyr. Qalə Rasulullah buyurur ki, fəhəl təcid mə tut'imu sittinə miskinən. Rasulullah buyurur ki, o zaman sən 60 kasıbı doyuracaq qədər yemək tapa bilərsənmi? Bu Müslimin ləfsidir. Lakin Buxaridə gəlir, sən 60 şəxsi, 60 kasıbı, miskini doyura bilərsənmi? Yedirdə bilərsənmi? Həmin şəxs deyir ki, xeyr. Qalə lə, xeyr ya Rasulallah. Və sonra Rasulullah deyir ki, otur. Qalə thümmə gələsə, sonra o oturur. Fəutiyən nəbiyyü sallallahu aleyhi və səlləmə bi'araqin fihi təmrun. Rasulullah sallallahu aleyhi və səlləmə Peyğəmbərə deməli böyük bir zəmbil gətirilir. Səbət, böyük bir səbət, böyük bir zəmbil gətirilir və içi dolu xurmayla. Həmin zəmbilin içi dolu xurmadır. Rasulullah sallallahu aleyhi və səlləm ona buyurur ki, təsaddaq bihədə. Deyir ki, bunları götür, sədəqə et, sədəqə payla, kasıblara, miskinlərə. Baxın nə deyir? Qalə, ə'lə əfqara minnə. Deyir ki, ya Rasulallah, məndəndir daha kasıbı varmı? Və sonra hədisin ardında görün nə deyir? Deyir ki, fəmə beynə ləbeytəhə əhlü beytin əhvəcə iləyhi minnə. Deyir ki, bu Mədinənin kütlələri arasında, Mədinənin evləri arasında bizim ailədən daha çox ehtiyaclı olan bir ailə yoxdur. Həmin şəxs Peyğəmbərə deyir. Və bu zaman deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm fədahikə ən-nəbiyyə sallallahu aleyhi və səlləm. Peyğəmbər güldü və hətta deyir, onun yan dişləri göründü. Və sonra Rasulullah ona buyurdu ki, qalə izhəb fəət'imuhu əhləkə. Rasulullah deyir, götür bunları, get bu xurmaları, öz əhli əyalını yedizdir. Yəni bu xurmaları onlara yedirdir. Deməli, burada əziz qardaşlar, göstərilən nədir? Burada bir şey xatırladım sizə. Burada hədisdə keçdi, deməli, araq kəlməsi fihi təmrun. Yəni səbətin içi dolu bir xurma ilə Peyğəmbərə gətirilir. Necə ki, alimlər qeyd edir ki, Peyğəmbərə gətirilən xurmanın miqdarı təxminən, deməli, miqdarı 15 sa'dan ibarət idi. 15 sa nə idi? Biz yadınıza gəlir, zəkat bölümündə sa'nı keçmişdik, nə idi? 15 sa, 1 sa da ölçüdür. Ölçü vahididir. Deməli, 1 sa təxminən, deməli, ən az miqdarı 2 kiloqramdan başlayır, 4 kiloqrama qədər həcmindədir. Deməli, Peyğəmbərə gətirilən xurmanın miqdarı 15 sa'dan ibarətdir. İndi bunu hesablayın. Ən az alimlər qeyd edir ki, 2 kiloqram deməli, həcmindən 4 kiloqrama qədərdir. Yəni, böyük bir xurma, bir çox çəki ilə, yəni Peyğəmbərə xurma gətirmişdilər. Deməli, hədisdə göstərilən budur ki, əziz qardaşlar, əziz müsəlmanlar, Ramazanın gündüz vaxtı oruclu ikən insan cima edərsə, bu halda insanın üzərinə nə düşür? Deməli, kəffarə. Cimanın kəffarəsi hədisin özündə bəlirlənmişdir, bildirilmişdir. Necə ki, tərtib olunmuşdur. Müəllif qeyd edir ki, bütün cümhur alimlər
hədisdə zikr olunan tərtibin üzərində qeyd etmişlər. Yəni, əgər bu hal baş verərsə, cima halı baş verərsə və bütün alimlər qeyd etmişlər ki, hədisdən çıxarılan nəticə budur ki, bu tərtib üzərində yəni həyata keçirilməlidir. Birinci nədir? Birinci tərtib. Qulun azad edilməsidir. Əgər Ramazan ayında oruç tutulduğu halda insan yəni baş verərsə bu hal cima halı, birinci halda hədisdə qeyd olunur ki, müəllif, birinci hal nədir? Birinci hal qulun azad edilməsi gərəkir. Bu olmadığı təqdirdə ikinci hal 60 gün ardıcıl olaraq dayanmadan orucun tutulması gərəkir. Üçüncü hal isə və bu da bacarılmadığı təqdirdə 60 kasıbı tapıb 60 kasıbı yedizdirmək lazımdır. Yəni onların doyacaq qədər yedizdirilməsi şərtdir və mütləq olmalıdır. Və sonra əziz qardaşlar, bu mövzu burada qutarır. Yəni artıq Ramazan deməli, daha doğrusu oruc fəsli bu kitabda qutarır, sona çatır və bundan sonra başqa mövzu gəlir və müəllif də qeyd edir ki, bütün cümhur alimləri, bax, göstərilən bu hədis nəyi göstərir? Hədisdə baş verən tərtib necədir? O şəkildə həyata keçirilməlidir. Və mövzu burada bitir, əziz qardaşlar. Allahdan istəyirik ki, bizim hər birimizi Ramazan ayında bağışlanan qullarından etsin. Allah Teala bizə orucumuzu ən gözəl şəkildə tutmağı Allah müvəffəq eləsin və xətalarımızı və qüsurlarımızı Allah Teala bağışlasın və xəstə olan müsəlmanlara Allah Teala şəfa versin. Sıxıntıda olan, borcda olan müsəlmanlara Allah yardım etsin və bütün müsəlmanların nə kimi sıxıntıları var, oruç tuta bilməyən müsəlmanlara da Allah yardım etsin. Allah Teala bizlərin valideynlərinə rəhm eləsin, onları bağışlasın, zürriyyətimizi salihlərdən etsin və dünyanın harasında olur olsun, zülmə və çətinliyə məruz qalan bütün müsəlman bacı qardaşlarımıza Rəbbim kömək olsun. Allah Teala onların bütün sıxıntılarını aradan qaldırsın. Allah Subhanahu Teala bizi eşidib fayda əldə edən qullarından etsin və Allah Teala bizə iman üzərində yaşayıb, salih əməllər üzərində yaşayıb, iman üzərində bu dünyadan köçən qullarından etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcməin. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə. Əstəğfiruka və ətubu iləyik.